Keçən də rekord eləməmişik. Sadəcə bir dənə if izah eləmişəm. Ifdən başqa heç nə izah eləməmişim. O da ki, indi zaten ifi təkrar keçəcəm. Başqa şeylərdə də istifadə edəcəyik. İndi başa düşəcəksiniz hamınız. Narahat olmayın. Başqa başa düşmədiyiniz nəsə olsa, mütləq şəkildə bildirin mənə. Deməli, keçən dərs qurduğumuz cədvəl bu deyil. Ümid edirəm ki, yadda saxlamışam. Hə, budur. Bu cədvəli mənə kim göndərib? Hazırlayıb göndərən var. Sənin adını gördüm. Səhər səhər. Hazırdan göndərəm. Tamam. Yaxşı. Aşağı hissə cədvəl var idi. Orada link falan düzəltmişlər. Onları da hazırlayıb göndərərsiniz. Yəni bildim ki, hə, varmınızdır da, yəni. Deməli, bu dərsdə keçəcəm nələr? Birinci gəlin danışaq. Baxın, biz homo, inserti, faylı artıq bilirik, düzdür? Bu dərsdə danışacağım page layoutdan. Funksiyaları özüm axıra saxlayıram ki, çətinliyiniz olmasın, hamısını tamam aydın başa düşəsiniz. Page layoutda nə edirik? Bilirsiniz də page layout nədir? Səhifənin strukturudur, yəni quruluşudur. Ki biz bunların artıq bir çoxunu bilirik. Bəli, bəli. Word-də gördüyünüz şeylərlə bir çoxu ehtiyatlı olun. Bir çoxu eynidir. Sadəcə bir-iki məqam var ki, onları izah edəcəm. Məsələn, Teams bu hissə sırf dizaynı dəyişdirmək üçündür. Burada heç bir şey yoxdur. Word-də gördüyünüz şeydir. Baxın bu hissə rəng falan dəyişdirir. Heç ehtiyac da yoxdur buna. Page setup hissəsində nələr var? Birinci margin hissəsidir ki, kənar boşluqlardır. Bilməyən var. Səhifənin bəli. Hara istəyirsən keç. Evet, sen de kullanırsın. Ben yapmıştım. Hı hı. Rahat da. Tamam. Deməli, mərcən hissəsini bildik. Yuxarı, sağ, sol, aşağı hissələrdən boşluqlar düzəldirdi. Keçdik orientation. Bu yəni səhifəni necə? Yazını yarısı olabilir belki. Yox, yox. O breakdir. Sən dediyin break kəsir aşağı atır. Bu albom yoxsa portret formada görmək istəyirsən cədvəlini. Bu onun üçündür. Gəl. Albom yoxsa portret formada görünəcək. Onu seçirsiniz. Hard rəng istəyir əyləş. İstəyirsənsə lap. O stolu biraz arxaya bir, gətir o stolu burada otur. Gözünüz görmürsə. Gözdə mən görməyim. Nə? Ders için her zaman olur. Evet. Birkaç soru var. Sorular olan şey, biraz okumak biraz. Bu arada bir de şey diyeyim, teklif edeyim size. Sabah 8 Mart'ta. Peki yılkışa hamımız görüşe sergiyle ilgili. İşte olan var ama. Başka kimse var. Ama sen sizinle ilgili bir soru işletebilirim. Yani şey özümüze iyilik da. Uyğundur. Özümüz üçün bir gün keçirək. Səhər yeməyi. Hə, səhər işmək. Yaxşı. Günahlar İstəmişiz. Nə? Ben sağlık yoksulukta girdim. Yani Allah düşünmenizi çünkü. Səhər yeməyi olsa ki 2 saat falan olacaq da. Özümüz üçün bir gün keçirək. 9'dan 11'e yer. 9 çox tez olacaq. 10. Hə. Həm də səhər yeməyini məncə 9 uyğun olmur. Səhv eləmirəmsə ondan sonra olur. Ondan Yaş saatindeyse 11-in yarısı məncə uyğundur. 11'in yarısı. 11-in yarısını 1'e kimi bir yerdə olur. Ben onları dedeydim size. Tamam. Yəni restoran falan da axşam əylə deyək. Bir dəfə bir gün keçirək də evdə qadınız. Amma 8 var sabah. Ona görə. Yeah. Ay, tamam. İndi mən təklifimi elədim. Siz necə istəyirsiniz elə edin. Tamam.
Okey, keçdik. Deməli, size vərəqin ölçüsüdür. Yəni, mən bu cədvəli hansı vərəq ölçüsünə çapa verəcəm? A3-də, A5-də və sair. Buradan seçim edə bilirsiniz. Var burada print area. Print area nədir? Baxın, var idi o printdə seçdiyimiz hissənin çapı. Bir növ elədir. Burada xananda çapa verə bilərsiniz, bir dənə bütöv sütunda çapa verə bilərsiniz, bir dənə sətirdə, ya da bax balaca bir dənə diapazonda çapa verə bilərsiniz. İstəmirsinizsə bütöv cədvəli verməkdə çapa. Mən deyirəm ki, sadəcə bu hissəni çapa verəcəm. Əvvəlcə indi baxaq. Ctrl P. Gördünüz? Mən sadəcə o xananı seçib print edib əlavə eləmişdim. Dedim ki, sadəcə bunu çapa ver. Amma indi gəlirəm. Mən buradan onu silirəm, clear edirəm. Gəlirəm Ctrl P vururam. Gördünüz? İndi sadəcə bu qism ona vərəqin ölçüsünə yerləşə bilir də. Başa düşdünüz? İndi onu da öyrədəcəm ki, necə balacalandıra bilərik. Bu belə. Bundan sonra var burada break. Bax, bu sən dediyindir. Kəsib atır aşağı hissəyə. Bəli. Buna ehtiyac yoxdur. Cədvəl böləcək. Lazım deyil. Background var. Bunu da istifadə etmirik. Bəli, arxa fonda istifadə etməyəcəyik. Çünki məsələn cədvəllər əks sadə olur. Arxa fonda heç nə olmur. Məsələn düşünün, ya da düşünməyin, sizə göstərim. Görək açılacaqmı? Burada picture hardadır? Aha, okey. Məsələn, arxa fona belə bir şəkil qoymuşam. Cədvəl hanı? Fərqi yoxdur. İstəyirsiniz başqa rəngsiz bir şey olsun. Yenə cədvəl göz önündə olmayacaq. Ona görə də bəli, düz, tam doğrudur. Orada istifadə edəcəksiniz. Necə silə bilərsiniz desəz, yenə hardan ki əlavə etmişdiniz, oradan delete və krant edirsiniz, arxa fonu tamamilə silinmiş olacaq. Print titles odur ki, sütun başlıqlarını bütün cədvəllərdə görün. Məsələn, elə cədvəl ola bilər ki, düşünün sətir sayı 100 dənədir. Amma bu 100 dənəni bütöv bir vərəqə yerləşdirə bilmirəm. Məsələn, 25-25 düşür. Hər dəfə böləndə birinci sütun başlığını göstərir, qalanını göstərdi. Sonra ikinci vərəqə gedəndə sütun başlıqları göstərmir. Hansı rəqəmdən qalmışdırsa onu davam elətdirir. Başa sala bilirəm. Amma mən elə eləyə bilərəm ki, bütün cədvəldə sütun başlıqları görünər. Necə? Gəlin baxaq. Əvvəlcə başqa bir istəyirəm cədvəl açım. Məsələn, bunu biraz böyüdəcəm. Nəyə gülürsün? Seninle anlatmalıyım. Mənim tələbələrimdir. Bilmem soruşturmalısın. Hə, tamam. Deməli, gəldim. Yəni, bunu təmizləyim. O qırıq-qırıq xətlər həmişə məni əsəbləşdirir. Məsələn, mən gəlirəm Ctrl P. Baxın. İki vərəqə bölüb, ikincidə görünmədi, gördünüz? Mən hardan bilim ki, bu nəyi göstərir? Bəlkə işə giriş tarixidir, ya da bəlkə doğum tarixidir. Mən hardan bilə bilərəm bu nədir? Yəni, mən sütun başlığını görməliyəm ki, bilim nə olduğunu. Ona görə də gəlirsiniz, Page Layout, Print Titles. Titles olaraq hansı sətri seçirsiniz? Onu buradan təyin edirsiniz və oku klikləyirsiniz. İndi gəlin lütfən. Ctrl P. İndi baxaq. Çevrildik o birinə. Gördünüz? Artıq bu cədvəldə də sütun başlıqları var. Başa düşüldü? Necə silə bilərəm desəz, gəlirsiniz bura, sadəcə buradakı bu titles'ı, yəni başlığı silirsiniz, oku klikləyirsiniz. Ctrl P, çevirəyə baxaq görək varmı? Yoxdur. Sonra burada deməli bir də page setup'ın bilirdinizsə, yəni bütün danışdıqlarımız hamısı page setup qrupundaydı. Gəlin bir də bunun pəncərəsinə baxaq. Açdıq pəncərəni. Bu pəncərədə yenə buradakılar eyni şeylərdir. Bizə burada lazımdır margin hissəsi. Aha. Margin hissəsində məsələn bir cədvəli çapa verirəmsə, burada necə görürsünüzsə elə çapa verəcək. Yəni yuxarı sol küncdədir də hal-hazırda. Mən istəsəm bunun marginslərini, yəni kənar boşluqlarını deyim də, mən ingilis dilini səviyyəm o qədər yüksəkdir ki. Hə, kənar boşluqlarını düzəldirəm. Necə? Baxın, mən deyirəm tamamilə yox eləmək istəyirəm. Oy, artırdım əksinə. Olmasın. Burada da olmasın.
Burada da olmasın. Yəni bunların hamısını dəyişdirə bilərəm ki, biraz daha bütöv cədvəl sığışsın da. Ya da belə bir şey eləyə bilərəm. Bir dəqiqə təzədən qoyulam olsun onlar. Aha. Baxın burada horizontal və vertikal var. Bəli. Belə eləyərəm ki, tən ortada yerləşir. Gördünüz? Amma bayaq orada deyildi. Fikir verin bir də ona. İkisini də qarşılayanda ortaya saldım. Bəli, tən ortasına, vərəqin tən ortasına salacaq cədvəli. Gördünüz, indi buradadır. Amma mən hər ikisini aktiv etdikdən sonra bu klikləsəm və Ctrl P-ni vursam, vərəq, daha doğrusu cədvəl vərəqin düz ortasında olacaq. Hətta düzdür, indi iki yerə bölübdür. Okey. Amma mən elə eləyərəm ki, bir dənə vərəqin içərisinə sığışdıraram. Düzdür, balaca olacaq, amma sığışdıra bilərəm. Necə? Bu hissədə, baxın, width və height var, yəni eni və uzunluğu var. Avtomatik verib. Mən deyirəm ki, bunu page 1, yəni bir vərəqə yerləşdir. İndi baxaq. Gördünüz? Artıq bir dənə vərəqdədir bütün o cədvəl. Başa düşüldü? Bu belə. Yəni bunların hamısı çapa görə hazırlanan, çapa görə düzülən strukturdur. Keçdik bu hissəyə. Bir dəqiqə avtomatika çevirim. Burada faiz işarəsi də var. Faizi də özünüz artırıb azalda bilərsiniz ki, hə neçə faiz olsun bu. Sonra keçdik grid lines, yəni tor xəttlərdir. Tor xəttlər arxada gördüyünüzdür. İstəsəz onu ləğv edə bilərsiniz. Görürsünüz, tamamilə ləğv olunur. Tor xəttlər görünmür. İstəsəz görünür hala sala bilərsiniz və istəsəz tor xəttləri çapda da göstərə bilərsiniz və yaxud da göstərməyə bilərsiniz. Məsələn, mən belə etsəm, arxada tor xəttlər görünmür. Amma gəlib printi aktiv etsəm, Ctrl P vursam, arxada tor xəttlər görünəcək. Amma indi bunda görünmür. Çünki tam əhatə edib cədvəli. Bir saniyə. Da eləyək. Ctrl P. Gördünüz, arxadakı tor xəttlər də orada düşəcək. Bu belə. Bir də headings var. Ver ki, göstər başlıqları. Yəni başlıqlar sütunlar, adları hansı ki, əlifba sırası deyə onu. Ya da sətir adlarını. Mən deyirəm ki, view, gördünüz artıq görünmədi. Ya da ki, çapda göstər və yaxud da göstərmə. Bəzi hallarda lazım ola bilər ki, mən bilim ki, bu cədvəl hansı sütunlarda yazılmışdı. Onda istifadə edə bilərsiniz. Baxın, aktiv elədim, Ctrl P vurdum. Yəni mən bilirəm ki, artıq bu sıralama daha doğrusu hansı sütundadır, ad və soyad hansı sütunda yazılıb, fin kod hansı sütunda yazılıb və s. Bu da belə. Bunları gərək deaktiv edək. Burada yerləşən arrange hissəsində yerləşən əmrləri artıq bilirik. Hardan bilirik? Yadınızda Word-də keçmişik. Məsələn, bir neçə fiqur əlavə edirdik. Bir fiquru digərinin üzərinə yerləşdirirdik və yaxud da aşağı hissəsinə, yəni altına yerləşdirirdik. Sonra fiqurları qruplaşdırırdıq. Fiquru istiqamətini dəyişirdik və çevirirdik düz. Yəni bunların hamısını artıq bilirik. Burada bir çətinlik qalmadı. Bu həmin ərin burada istifadə olunur. Yox. Word-də istifadə olunur. Sadəcə page layout-da nadir hallarda istifadə olunan əmrlərdən, yəni çox nadir hallar. Çünki zaten burada fiqur əlavə etmirsən axı. Sonra keçdik formulasına qısa bir məlumat verim. Formulas haqqında əslində vermişəm məlumat ki, biz bütün düsturlarımızı burada görürük. Və indi biz düsturlar keçmişik, bəzilərini keçmişik, bəziləri qalıbdır. Həmin o düsturların hamısını əslində burada görürük. Məsələn, avtosama baxsaq, bəli, burada yerləşən hamısını keçmişik artıq. Məsələn, finansal funksiyaları görün, nə qədər funksiya var ümumiyyətcə, text funksiyalarıdır. Baxın, nə qədər funksiya var. Bütün funksiyaların hamısını formulasında görə bilərsiniz. Bir də bunu da deyim, təkrarlayım. Demişəm məncə. Soruşa bilər ki, diplom sualınızdır. Soruşa bilər ki, hansı lent tabı sırf Excel-ə məxsusdur? Bəli. Ya datadır, ya da formulasıdır. Səbəb? Çünki, bəli, nə Word-də yox idi formulas data, nə PowerPoint-də olmayacaq, nə də digərlərində. Baxın, niyə? Çünki düsturdur, düzdür? Formulas düsturdan ibarətdir. Niyə Word-də düsturlardan istifadə edeyim ki? Zaten orada şablon düstur formulları var, orada yazıram. Orada hesablama yoxdur axı, burada olan qədər. Sonra, məsələn, datadır. İndi gəlin datadan danışaq.
Datada bizə lazım olan hissələrdən danışacağam, qalanlardan danışmayacağam. Məsələn, data ən çox istifadə olunur data analitika sahəsində, hansı ki, digər proqramlarla paralel işləyir. Məsələn, SQL ilə işləyir. Bilməm məlumatınız varmı SQL? SQL verilənlər bazası üçün istifadə olunur. Böyük bir baza olur. O bazanı Excel-dən paralel istifadə etmək üçündür. Ya da ki, məsələn, Access proqramı. Access proqramı da eyni zamanda verilənlər bazası üçün nəzərdə tutulur. Verilənlər bazası yəni nə deməkdir? Ə, yenə bəli, bütün məlumatlar, məsələn, məlumatlar necə? Müəssisədir, müəssisənin çoxlu işçiləri var. Bu işçilərin mailləridir, nə bilim, ad soyadlarıdır, nömrələridir, yaşlarıdır, nə bilim, hər şeydən aldığı maaşlar, bütün datalar bir yerdə saxlanır. O da ya SQL-dir, ya Access-dir və yaxud da başqa proqramlar. Bu belə. İndi mən deyirəm ki, həmin datanı bura yerləşdirmək istəyirəm. Sadəcə məlumat verirəm, amma bunu biz keçmirik. Məsələn, hansı proqramdırsa, tutaq ki, baxın, burada Access-dir. Access-də olan datanı yerləşdir bura. Onu seçib bura yerləşdirəcək və mən həmin datanı burada görəcəm. Burada üzərində işləyəcəm və gəlib burada refresh ol etsəm, burada dəyişdirdiyim avtomatik onun içərisində də dəyişəcək, daxil ol burada. Başa düşdünüz? Yəni dataya dəyişiklik edirəm Excel-in içərisində. Bunlar bizə lazım deyil. Keçdik burada filtrləmə. Filtrləmə nə idi? Bəli, yəni daha rahat axtarmaq üçün istifadə edirik biz filtri. Bunu bilirik. Keçdik text to columns daha doğrusu. Hı -hı. Bir dəqiqə. Bu Word-də belə idi, cədvələ çevirmək. Niyə bomboşdur? Bunu niyə saxlamışam mən? Hə. Məsələn, burada nə edə bilirəm? Hara getdi? Ə, İki dənə, məsələn, bir sütunum var, iki dənə şey yazmışam. Məsələn, yazmışam, buyurun. Bir sütunda həm ad yazmışam, həm soyad yazmışam. Yəni, bir sütun içərisindədir. Bu bir sütunda yerləşən ad və soyadı iki yerə bölmək üçün istifadə edirik. Yadınızdadır fləşi. Orada özümüz sütunları yaradırdıq. Sonra bir-bir yazırdıq. Ad, soyad. Sonra Ctrl-V vururduq, özü bölürdü. Amma burada artıq bir sütuna yazılanı text kolumuzdan, yəni heç bir şey əlavə etmədən özü böləcək. Gəlin göstərim. Görüm də normal cədvəl tapsam göstərəcəm. Hə, məsələn, gəlin mən burada. Hətta bunu birinci birləşdirim, sonra eləyəcəm. Ay, səhv yerdə yazdım. Tamam, bunu silirəm. Tutaq ki, belədir. Mən deyirəm ki, bu sütunu bölmək lazımdır. Seçdik sütunu. Gəldi stata, text to columns. İki dənə hissə var. Biri var ki, özü hardan böləcəyini bilir. Biri də var ki, ölçüsünə qədər, santimetrinə qədər biz bölürük. Buna ehtiyac yoxdur, fixə ehtiyac yoxdur. Birincini seçdiniz, next elədiniz. Nə ilə bir-birindən bölsün? Mən deyirəm ki, space ilə bölsün, boşluqla. Görsünüz neynədir burada? İki dənə ayrı-ayrı sütun elədi. Next elədi. Hə, öldü. Gördünüz? Yəni, bir də artıq yeni sütun yaratmağa falan heç nəyə ehtiyac yoxdur. Başa düşdünüz? Bax, bu lazımlı bir şeydir. Artıq mətn yazılıbsa, onu təzədən silməyə ehtiyac yoxdur. Sadəcə bir-birinə bu şəkildə böləcəksiniz. Hə, oxşuyur. Bu flash film bizə daha geniş anlayışdır. Bizə niyə daha geniş anlayışdır? Çünki avtomatik nəyisə yarada bilir o. Məsələn, bir dənə şablon verirsən, deyirsən ki, bu ad soyaddan məsələn mail hazırla. Ya da bu ad soyadın sadəcə məsələn tutaq ki, A.C elə. Yəni adi cəfər qısaldılmış forma ilə. Yəni o şablona uyğun avtomatik düzür. Amma bu sadəcə sütunları bölür.
Başa düşdün? Sonra burada remove dublikat var. Bu da lazımlı bir şeydir ki, ə, cədvəldə tutaq ki, bir şəxsin adını iki dəfə yazmısınız. Bütün danlılar da eynidir, bütün məlumatlar da eynidir. O dublikat olduğu üçün onu siləcək. Gəlin baxaq. Deyir ki, nəyə görə silmək istəyirsən? Hansı sütun başlığına görə? Mən deyirəm ki, hansının ki adı eynidir, onları sil. Adı eyni olan var ümumiyyətcə? Yox. Gəlin maaşa görə eləyək onda. Birinci yazılan qalacaq, qalanları silinəcək. Maaş hardadır görmürəm. Oku gör. Hamısından bir dənə saxladı. Harada ki birinci yazılmışdı, onu saxlayacaq. Qalanlarını siləcək. Çünki onun dublikatıdır. Başa düşdünüz? Yani sepri iyi olan. Bəli. Sonra data validation var. Data validation nə üçündür? Məhdudiyyət ya da deyə bilərik. Məsələn, gəlin biz bunları silək. Sonra məsələn bunları, yox bunu silək. Bunu silək. Hətta bunun formatını siləcəm. Deməli, indi məsələn bu hissədə maaş yazılacaq. Gəlirəm dataya, data validation nədir? Number'dır da, yəni decimal. Burada var aralığı between. Mən aralıq seçirəm. Məsələn, müəssisədə maaş hansı aralıqda verilir? 500 və 5000-ə qədər maaş verilir. Nə aşağı yaza bilmərəm, nə də yuxarı bir ədəd yaza bilmərəm. İcazə verməyəcək. Gəlin baxaq. Hətta mən errorun səbəbini belə yaza bilərəm. Burada da yaza bilərəm. Hər dəfə görürəm ki, hə, burada məhdudiyyət var, başlıq verərəm. Amma mən məsələn çox istifadə etmirəm bunu. Yenə də göstərəcəm. Errorun səbəbini də deyirəm. Deyirəm stop. Buradan yazaram. Diqqət. Aşağıdan da yazaram. Bənlən bir söz yaza bilərəm. Deyərəm ki, düzgün daxil etməmisən. Ya da düzgün daxil et. İndi baxaq. Məsələn, mən bura 45 yazdım. Yəni, mən seçdiyim diapazona məhdudiyyət verdim ki, sadəcə mən istədiyim şeyləri, yəni mən istədiyim aralıqda yaza bilərsən. Ya da belə bir şey deyək. İndi bir dəqiqə bunu da yoxlayaq. Tutaq ki, mən yazıram buradan 1500. Gördünüz, artıq yazıram. Çünki seçdiyim aralıqda var idi. Bir də burada deyirəm ki, bu diapazona məhdudiyyət ver. Sadəcə mən istədiyim vəzifələri yazsın. Gəlirəm buradan. Gözün ağrıyır. Yox. Bir nəsə belə gözünü qıyırsan. Yaxşısan? Tamam. Sənin gözün ağrıyır. Normalde iğnenin altı. Hə. Ekran bezdi. Eynəyin yanıdır. Durumu sünniyeden olmuş. Biz niyə dəyişmirsən eynəyi? Ben onu göre. Hə. İnşallah sağsan. Nə zaman əməliyyat olacaqsan? Biraz imkanlar falan vereyim. 2-3 ay. İnşallah sağ salamat inşallah. Tamam. Mən gəldim buradan, seçdim kostyum. Ki özüm yazacağım axı ona görə kostyum. Həmişə kostyum özüm düzəliş etdiyim şeyə seçirəm. Mən deyirəm ki, hansı vəzifələr ola bilər? Məsələn, IT mütəxəssisi, məsələn, ola bilər HR, məsələn, ola bilər satış təmsilçisi, ola bilər təlimçi, ola bilər menecer, nə ola bilər başqa? Mühendis. Aha, əla, mühasib. Bir də CEO ola bilər. Belə mi yazılır CEO? Okey, qovurdum. İndi baxaq. Niyə gəlmədi? Niyə gəlmədi? Bir baxım. Deməli, bunu kopyalayım. Sonra onu itirməyək deyə.
Ctrl C. Aha, düz seçmişəm. Custom. Text seçim bəlkə yox, text deyil. Customdur. Verdim, kliklədim. Tamam, okey, məhdud deyil. Mən istədiyim başqadır. Gözdən görüm. Hı -hı. Date deyil. List, hə, list eləyə bilərəm. Baxın, burada custom elədiyim nə edir? Sadəcə mən nə yazsam onu qəbul edir. Əgər düz yazmışamsa orada yazdıqlarımla qəbul eləyəcək. Orada yazdıqlarımla yox, düzgün deyil, hətta hərf səhvi belə eləsəm qəbul etməyəcək. Yəni bir növ elə bir qoymur da səni səhv yazmağa cədvəldə, başa düşdünüz? Amma burada belə bir şey var ki, gəlirəm data validation. Bunu list, aha, list yaradıram özüm üçün. Bunu yapışdıracağam bayaqkılar. Bu kliklədim. Bir baxaq. Yanında filtr işarəsi gəlir. Burada artıq heç səhv yazma ehtimalınız yoxdur. Çünki siz hərfləri, yəni vəzifələri özünüz daxil eləməyəcəksiniz. Orada bayaq şablon formada yazmısınız. Hansını seçsəz gəlib düşəcək bura. Gördünüz? Yəni səhv yazma ehtimalınız yoxdur. Başa düşdük? Baxın, bu da lazımlı bir şeydir. Sonra burada buna ehtiyac yoxdur. Burada qrup lazım ola bilər sizə. Qrup yəni keçən dəfə test var idi. Testlər işlədiyi cədvəl. Orada hətta dedimi başdan U-ya qədərdir, amma ortada bir neçəsini gizlədib. Onu qruplaşdırıb gizlətmişdim. Necə qruplaşdırırsınız? Məsələn, əksər vaxtı maaşlar gizlənir. Bunu da üçün gəlin biz bunu qrup şəklində gizlətməyə bir yolu var idi. Hardaydı o? Aha, onda filtrdə yox. Amma ora yaxın yerdədir. Formatda baxın burada. Hidden columns eləsəydim gizlənəcəkdim. Amma mən qruplaşdırıb gizlətmək istəsəm, gəlirəm data, group. Sadəcə baxın, üstündə mənfi müsbət işarəsi gələcək. Mənfi o deməkdir ki, gizlədim, müsbət o deməkdir ki, gizlətdiyimi geri qaytarım. Qruplaşdıraraq gizlədə bilirəm. Başa düşdünüz? Qruplaşmanı ləğv etmək üçün ungrup eləyirsiniz. Nədirsə, yolumuz deyib ləğv edəcək. Bir dəqiqə. Çok çətinlik var. Başa düşdünüz hamısını? Tamam. Onda bir saniye. Deməli, bir dəqiqə qısa bir sual cavab eləyim. If ilə bağlı. Sam nədir? Sam if nədir? If nədir? Tam düzenli, tam bir şartta bir düzenli bir tane If. if özü şartlı yani ki yani tekniği de koyanda mesela bir falan şeyden böyle güzel falan şeyler falan şey şart. Okey. Bilirsiniz ki, yəni tamam, okey, mən samı bilirəm, samifi bilirəm, ifi də bilirəm, amma qura bilmirəm. Necə yazacağımı bilmirəm məsələn. Beraber koyuyoruz. Okey. Hesaplama başlayacağım. Yazırım beraber. Birinci funksiyam nədirsə onu təyin etdim. Sonra nə edirəm? Mesela sanda Beraber yazdık, samı da yazdık. beraber sadece bir de menceresi Mötərizə açılır da onsuz da funksiyanın seçərsi. Hazır qalanı. Mesela yani adet hansı kanadalsa Bir ədəd. yok onu seçilecek. Aha. Sonra plus yazılır. Sağlık bu seçmeyse aşağıya kesip bir seçip Bəli. Sam varsa pürüsə ehtiyac yox. Pürüs başqa şeydir, sam başqa şey. Düzdür, ikisi də toplayacaq. Amma ikisi bir yerdə olmaz. Bax, sam yazılıbsa, Ləman, başa düşmədin? Yo, samdan danışdım. Bax. Gözləyim.
bərabərdirsə, burada plus minus yoxdur ha. Nəyi seçdimsə, enter kliklərəm onu toplayır. Çox. Sabiş nədir? Şərtə ilk məsələ burada cəmi tutaq ki, 100-dən aşağı olan toplasın. Aha, həmin o şərti necə yazıram? Dırnaq içərisində. Diapazonla şərtin ortasına nə yazıram? Vergül və tutmaq. Bəli. Amma eyni olmalıdır, tək olmamalıdır. Bəli, düzdür. Tək dırnaq mümkün deyil, icazə vermir. Mütləq ki, qoşa dırnaq olmalıdır. Sonra, indi keçdik ifə, əsas məsələyə. İndi gəlin biz burada ifi təzədən göstərək. Keçən dərsdə olmayanlar da var idi. Deməli, if şərt. Məsələn, mən bir şərtim var. Əgər o şərt uyğundursa, yazsın birinci doğru olan halda. Məsələn, yazsın yüksək marş, fərqi yoxdur, ha, başqa bir şey də yaza bilər. Doğru deyilsə, həmişə ikinci halı götürür. Yazsın məsələn aşağı marş. Və yaxud başqa bir şey eləyə bilərik. Doğrudursa, onun 3%-ni tapsın, deyilsə 5%-ni tapsın məsələn. Gəlin biz onların hamısını eləyək. Yazdım bərabərdir if. Funksiyanı aktiv etdim. Deyirəm ki, ümumi tutulma. Gəlin biz bunu özümüz yazaq. Çünki başa düşməyəcəksiniz yoxsa. L4 ümumi tutulma birinci ədədi də, yəni 600. Böyükdürsə, dili dəyişdirim. Böyükdürsə ümumi tutulma olsun 300-dən. Ay 3 min yazdım. Onda tapsam gözüm görmür axı burada. Aha. Onda hesablama eləsin məsələn. Nə eləsin? Məsələn, nə eləyə bilər? Əgər tutulma 600, 300-dən yuxarıdırsa. Ya deyək ki, onun 3%-ni tapsın. Həmin bu marşın, ayda yenə şey eləyəcək. Hansıdır bu? H4-ün 3%-ni tapsın. Deyilsə, baxın, birinci yazdığım həmişə hansı haldır? Doğru olan. Doğru olan haldır. Deyilsə, H4-ün 5%-ni tapsın. Bu arada faiz sözünü, faiz işarəsini yazmamışam. Uy, bir saniye. Ne anladın Yurdagül? Deməli deyir ki, əgər nədir bu tutulma? Tutulma 300-dən kiçikdirsə, daha doğrusu böyükdürsə 3%-ni tap. Əksinə birinci 5%-ni eləməliyim ki, yəni böyük olanda çox pul çıxsın da bax bundan. Az olanda çıxmasın. Hə. Böyükdürsə 5%-ni tapacaq həmin maaşı. Kiçikdirsə 3%-ni tapacaq. Başa düşdünüz? Aşağıda metro funksiyası. Bəli, bəli. Install. Düz. İndi enteri kliklədim. Nə elədi? 4000-in neçə faizini tapdı? 205%. Niyə? Birinci tabaqını yazmışdınız. Üçüncü doğruydu. 300'den böyle. Çünki doğruydu. Əgər 300-dən aşağı olarsa, onda neçəni tapacaqdı? 3%-ni tapacaqdı. Başa düşdünüz? Yəni başa düşməmişsiniz. Post-traumatik fikirləşən sanrıfının neydi? Sanrıfda bir qapı. O iki qapı oldu. Samifdə şərt doğrulması toplayacaq. Amma if-də mən istədiyimi eləyəcək. Təkcə toplama deyil. Orada toplaya da bilərəm, vura da bilərəm, başqa bir söz də yaza bilərəm. Yəni orada sırf toplaması. Bəli. Bir də belə bir şey eləyə bilərəm. Mətn yazaram. Deyərəm ki, əgər doğrudursa şərtim, onda yaz. Məsələn, əgər mətn yazıram, nədə yazmalıyam? Dırnaq içərisində. String tipi həmişə dırnaqda yazılır. Mən indi dırnağımı yazdım. Bu dırnaq da niyə belədir bilmirəm. Dırnağı yazdım. Deyirəm ki, yaz. Yüksək marş. Yüksək marş. Deyilsə, yenə yazıram virgül. Yəni bir-birindən ayırmalıyam axı.
Değilsə nə yazsın? Aşağı marş yazsın. Aşağı marş. Ya da heç boşluq ya da onu indi eləyəcəm. Gözləyin. Aşağı marş. Dırnağı bağladım. Все. Hardakı şərtimi ödədi. Yüksək maaş yazdı. Ödəmədi, aşağı maaş yazdı. Bir də belə bir şey eləyirəm. Məsələn, deyirəm ki, ödəmədiyi halda, ödəmədiyi halda boşluq buraxsın. Amma boşluğu da mütləq bildirməliyəm ona. Şey, nə etməlidir orada? Gördünüz? Ödəmədiyi halda boş qoydu xananı. Başa düşdü? Bir də əgər müxtəlif şərtləriniz var, onda işin içərisində bir dənə də if yazmalısınız. Hansı ki, bu keçən dəfəki məsələdə ki, bir çoxunuz başa düşməmisiniz. Gəlin onu göstərim. Bu cədvəl bomboşdur. Aha. Burada pensiya fondunun dediyim kimi öz qaydası var. Pensiya fondu deyir ki, əgər maaşı, şəxsin maaşı 200-dən aşağıdırsa, sadəcə 3%-ni tap. Yazıqdır da, az maaş alır. Amma əgər yüksək maaş alırsa 200-dən və yaxud 200-ə bərabərdirsə, onda həm 200-ün 3%-ni tap, həm də 200-dən geridə qalanın 10%-ni tap. Onda da hə, başa düşdünüz? Əgər iki dənə şərt varsa, deməli iç-içə if yazmalıyam. Görünüşü başa düşürsünüz? Birinci şərtimi yazdım. Başqa şərt yazacağımsa yenə mötərizəni açıram, ifimi yazıram. Başa düşdünmü? İndi if nə demək oldu? Aha. Şərti əgər şərt verdimsə, mətn yazacağamsa, nəyin içərisində yazdım? Hesablama verəcəmsə, bəli, düzdür. Onda samif nə oldu bəs? Orada vacibdir ki, ancaq toplayacaq. Bəli. Çətinlik yoxdur. Müəssisələr də hər dəfə biz yeni zamanlar getiriyoruz. Açılıyorlar. Nasıl? Ismarlar hamısını üstüne çiziyoruz. Sabahına biraz əvvəlcə. Bu ifin yanındakı bunu deyirsən, bu mütləq lazımdır. Onu özü qoymayacaq çünki. Bunu özü qoyur, birincini həmişə özü qoyur. Amma bunu mütləq ki, biz özümüz yazmalıyıq. Çünki içərisində bir dənə də yazıram axı. İndi bir dənə də belə bir şey var. Gəlin count falan izah edeyim sonra bunu deyəcəm. Deməli, keçdik digər funksiyalara. Average bilirsiniz. Burada count var. Count'u da bilirsiniz. Count nə idi? Hamısız ədədləri sayılır. Ədədləri sayırdı. Məsələn, gəlin baxaq burada bir dənə cədvələ. Buyur. Gedir, gedir. Gedir. Məsələn, yaşları yazacağam. Yaş. Məsələn, düz bunları hesablamağı onsuz işə giriş tarixidir, doğum tarixidir. Birinin olsun 25 yaşı, 27, 65, 45, 60, məsələn 21, 23, 20, 47, 34. Şu, bu yaşda işçilər var. İndi mən deyirəm ki, neçə işçi var? Bunu bilirsiniz ki, tapmaq olar da. Kan. Kan. Şöbəli. Uşaq səsi idi, o qopdu mu? Kanlar sayılır. Bəli, countla. Ya da belə bir şey də eləyə bilərsiniz. Count A. Count A dolu olanları sayır. Bax, count sadəcə rəqəmləri saydı. Count A hardakı doludur xana onu sayacaq. Məsələn, gəlin burada baxaq. Görək neçə nəfər maaş alır, neçəsi almır. Yazıram bərabərdir. Count A funksiyanı aktiv edirəm. Diapazonumu seçirəm. Enter-i klikləyirəm. Deyir ki, 10 nəfər alır. Bəs boşluğu nəyə tapıram desəz, count block. Boşluq. Yazıram bərabərdir. Count. Şey kimi danışdım. Go to the page. Bunu seçdim. İndi deyir ki, 1. Niyə vermədim? Hə, burada nəsə yazmışam yəqin mən. Hə, gördünüz? Harda boşluq var onu tapdı. Başa düşdünüzmü? Belə. Bir də var ki, count if. O da şərtli. Bəli.
If yenə şərt verir. Burada deyək ki, nəyi sayım? Məsələn, şərt verə bilərsiniz ki, 800'den yukarı varsanız. evet. Evet. Ya da məsələn deyə bilərsiniz ki, yaşda axtarış verin. Bunu niyə yaşlar yazdım? Çünki diplom imtahanınızda belə bir sual var. Deyə bilər ki, 25 yaşdan yüksək neçə nəfər var? Ya da 25-dən aşağı ya da 18-dən aşağı neçə nəfər var? İndi yazaram bərabərdir. Count if funksiyanı aktiv elədim. Diapazonu təyin etdim. Vergülümü yazdım. Şərtim nə idi? Dırnaq içərisində 25'ten yukarı. böyükdürsə 25-dən dırnağı bağladım. Okey. Neçə verər? 25-dən. Hafta neçə verəcək? 6 dənə. Həqiqətən gəlin baxaq görək düzmü verdi? 1, 2, 3, 4, 5, 6 dənədir. Şu. Başa düşdük? Bərabər də verə bilərdim ha. Deyərəm ki, 25-ə bərabər. Bir dənə çıxar. Aydındır. Okey. Bu oldu. Count, count A, count if, count blank. Count rəqəmləri saydı, count blank boşluqları saydı, count dolu olanları saydı, count if şərtə görə saydı. Amma orada mətin yoxdur. Ha. Count if-də yenə ədədləri sayır, sadəcə şərt verir. Maksimum, minimum da bilirsiniz. Ən böyüyü, ən kiçiyi tapmaq üçündür. Left, right, len, upper, lower, proper. Mətin funksiyaları ancaq mətinlərlə işləmək üçündür. Hadi. Sonradan hani iflerin bazen sonrası if yazılmış eski her zaman. Daha çox nəyinə işləyirsənsə, məlumat daha çoxdursa onda istifadə edirsən. O şeydə yoxdur, silabusda yoxdur. Amma onun üçün də əgər maraqlı olsa ya da ki, nəsə sualınız olsa izah eləyərəm. Deməli, keçdik mətnə. Left, right, len. Left sol, right sağ, len uzunluğunu saymaq üçündür. Məsələn, nədə istifadə edə bilərsiniz? Nədə istifadə edə bilərsiniz? Məsələn, prosta yazıram. Yeni seriya nömrələri 7 dənədirlər. Kesin. Aşağıda yazıram AZ. Onlar 8 dənədir. Ay səhv yerdə yazdım. Okey. İndi mən burada deyirəm ki, bərabərdir. Left funksiyanı seçdim. Left odur ki, yəni soldan mən istədiyim qədər hissəni göstər. Deyirəm bu xanada soldan 2 dənə simvol ya da 3 dənə simvol seçək. Niyə 3 dənə dedim? İndi onu deyəcəm. 3 dənə dedim, çünki aşağıda 3 dənə olan var axı. Hamısı AA olmur, AZ-də olan var. 3 yazdım. Enteri vurdum. İndi çəkirəm aşağı. Gördünüz, soldakini götürdü, göstərdi bizə. İndi burada yazıram ki, bərabərdir. Bu dəfə yazacağım right. Baxın, deməyin, ha, right tərsinə mi düzür? Xeyr. Tam right gördüm. Hə. Deyirəm ki, burada sondan 8 simvolu çıxart. Vergül 8. Gördünüz, yalnız seriya nömrəsini verdi mənə. Aşağı doğru çəkdim. Çox aydındır. Bölmək üçün istifadə elədim də. Bir də len var. Yazıram bərabərdir len. Deyir ki, burada neçə simvol var? 10 simvol var. Boşluğu da sayır. Başa düşdünüz? Upper, lower, proper. Bunu şeydən bilirsiniz, Word-dən bilirsiniz. Upper nə deməkdir? Hamısını böyük hərflə yazsın, yazdığım məlumatı. Lower hamısını kiçik yazsın. Proper mətndə yalnız baş hərfləri böyük yazsın. Məsələn, gəlin burada baxaq nələrə. Burada yazıram, məsələn, bərabərdir. Upper funksiyanı seçirəm. Bunu seçdim, enteri vurdum. İndi buradan 2 dəfə kliklədim, gördünüz? Hamısını böyük yazdı. Sonra yazdım bərabərdir. Lower funksiyanı aktiv etdim. Bunu seçdim.
Hamısı balaca yazdı. Kliklədim üstünə. Şu bərabərdir. Profil funksiyanı seçdim. Xananı təyin etdim. Kliklədim. Zaten elə idi. Gəlin başqasını seçək. Harfin tıkasında olur. İçi de neredeyse olanı. Hamsi bölünmüş. Hə, hamısını böyük hərflə yazacaq. Gəlin burada misal çəkək də, amma o da olmayacaq. Yəni yaxşı davam edək. Hə. İndi baxaq. Gördünüz? Başa düşdünüz yəqin ki, əhəmiyyətini. Bu da burnuma alıb sən demiş. Burada nə qaldı? Hanı bunun? İfid edib qaldı and or. And or-u məncə indi keçməyək. Gəlin praktika edək. Cədvəl hazır. Qiymət yeri bu funksiyaları bilir. Bu funksiyaları sürətli şəkildə cədvəlinizə əlavə edin. Sizin soruşun. Bu cədvəlləriniz var, hamısını təzə səhifə yaradırsınız, yoxsa Hamsi ayrı. belə Bir şey eşitçi yok da. Hamsi ayrı fayda olacak. ham elədir? Ama size dediğim hissede. Mən hamısını deyirəm ki, bir dənə failiniz tutsun. Hamısı onun çərpin. Ben değilim. Elə yaxşı. Yoxsa əlbəttə gəl. Tamam, aslında en saf yoyo lazım değil. Gözde bir iki saniye. Ama ben istiyorum. Kanıtı falan memnunum. Cədvəl var. Bak, rakip sadece neye göre verim? Gol sizin. Hanımefendi kalsın gözünüzde. Yukarıdan aşağı düzün. Birinci bunu düzdür. Sonra buradan devam edin. Burada yazılanları. Sonra buradakini arkasında devam edin ve açıklamasını yazın. Onu yazandan sonra bir bütün fonksiyalar tətbiq ediləcək. Samimi Telefonda baksanız ona. Yoksa Pəncərədir. böyle Sen hazırlamağı yaxşı olacaq ki, məndə də olar. ben bıraktım. Burada shit söyleyeyim yoksa tezgah açacağım. Bu ne? Ne bileyim o Excel açtım bu geldi. Bakın bir. Sen onu seç, ikini seç. Ha. Hmm, Yenisini yaratmak. Söyle ekranı. Ha, senin böyle hangisini yaratmışsınız? Ben bir yanında kalsın. biraz sonra yiyeyim. Tekrar getirelim. Tamam, evet, orada kalmam. Gelmem sus baklayın da zahmet kalmış bilmiyorum. Hadi. Peki, biraz düşünme başlayalım. Hı? Bu da. Harika olmuş ama.